Beyin gecələr niyə susmur? Sağlam beyin gecələr dincəlir. Lakin bəzi xəstəliklər beyni oyaq saxlayır. İlk növbədə təşviş, həyəcan pozuntusu. Təşvişli insanın beyni sanki gecə növbəsindədir. Hər an nəsə bir şey olacaqmış kimi gözləyir. Növbəti panik atak. Panik atak zamanı insanın ürək döyüntüsünə, nəfəsinə və bədənindəki ən kiçik hissələrə belə diqqət edir. Beyin isə bunları təhlükə kimi qəbul edir. Depressiya. Depressiyada gecələr fikirlər daha çox gəlir. Keçmişdə olanlar, peşmanlıqlar və sabahla bağlı narahatlıqlar insanı rahat buraxmır. Yuxusuzluq. Uzun müddət yuxusuz qalan insanlarda beyin yatağı artıq istirahət yeri yox, oyaq qalmaq yeri kimi qəbul etməyə başlayır. Obsessiv-kompulsiv pozuntu. Obsessiv-kompulsiv pozuntu zamanı insan istəməsə də gecələr fikirlər təkrar beyinə gəlir. Unutmayın, gecə susmayan beyin hər zaman güclü beyin demək deyil. Bəzən bu yorulmuş, təşvişli, depressiyalı bir beynin kömək çağırışıdır.